Salam əziz 9-cu sinif şagirdləri. Artıq bildiyiniz kimi buraxılış imtahanına təqribən 6 ay müddət qalıb və biz bu vaxta qədər olduğu kimi bundan sonraki müddət ərzində də sizlərə maksimum şəkildə faydalı olmağa çalışacağıq. Həm video dərslərimizlə, həm də WhatsApp üzərindən fəaliyyət göstərən WhatsApp qrupu vasitəsilə hər həftənin bazar günü buraxılış tipli suallardan ibarət sınaq paylaşılacaq və sınaqdan sonra bütün sualların izahlı, ətraflı şəkildə verilərək qrupumuzda paylaşılacaq. Həm canlı şəkildə, həm də video izahlar şəklində qrupumuzda paylaşılacaq. Əgər bu sınaqlardan istifadə etmək istəsəniz, bizim WhatsApp nömrəmizlə əlaqə saxlayaraq WhatsApp qrupuna qoşula bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Bugünkü mövzumuz isə üçbucaqlar mövzusudur və bütün sualların izahlarına baxırıq. Birinci sualda bizə deyir ki, iki tərəfi 12,5 cm və 6,8 cm olan üçbucağın üçüncü tərəfinin uzunluğunun ala biləcəyi ən böyük tam qiyməti tapın. Biz bilirik ki, üçbucağın üçüncü tərəfi digər iki tərəfinin fərqindən böyük, cəmindən kiçik olmalıdır. Yəni üçbucağın üçüncü tərəfi 12,5 biraz geniş yazaq. Deməli, x tərəfi 12,5 çıxılsın 6,8-dən böyük, 12,5 üstə gəl 6,8-dən kiçik olmalıdır. Biz fərqə baxmırıq, digər tərəfə baxaq. Cəm eləyəcək 18, 19,3. 19,3. Ala biləcək ən böyük qiymət isə 19 olacaq. Yəni, ən böyük tam qiymət 19 olacaq. Cavab A variantı. İkinci sualda deyir ki, iti bucaqlarından biri 40 dərəcə olan düz bucaqlı üçbucağın digər iti bucağını tapın. Deməli, iti bucaqlarından biri 40 dərəcə. Düz bucaqlı üçbucaq isə bir bucağı 90 dərəcə. Digər bucağı 40 dərəcə isə üçüncü bucağı da 50 dərəcə olmalıdır ki, digər iki bucaqlarının cəmi, yəni 3 bucağının cəmi 180 dərəcə olsun. Deməli, üçüncü bucağımız olacaq 50 dərəcə. Yəni, cavab A variantı. Üçüncü sualda iti bucaqlarından biri 55 dərəcə olan, düz bucaqlı üç bucağın digər iti bucağını tapın. Biri 55 dərəcədirsə, üç bucağın daxili bucaqlarının 180 olduğunu nəzərə alsaq, deməli, biri 90-dırsa, digər ikisinin də cəmi 90 olmalı. Yəni, 90-55 dərəcə olacaq. Üçüncü sualda cavab olacaq 35 dərəcə, yəni D variantı. Dördüncü sualda iki bucağının cəmi 124 olan üç bucağın üçüncü bucağını tapın. 180-dən çıxırıq 124-ü. Cavab olacaq 56 dərəcə. Yəni 4-də C variantı. Beşinci sualda iki bucağının cəmi 118 olan üç bucağın üçüncü bucağını tapın. Üç bucağının cəmi 180 dərəcədir. Çıxırıq ikisinin cəmi, yəni 118-i. Cavab olacaq 62 dərəcə. Beşinci sualda C variantı. Altıncı sualda perimetri 39 cm, iki tərəfi 13 cm və 11 cm olan üçbucağın üçüncü tərəfini tapın. Yəni 39-dan çıxırıq digər iki tərəfinin cəmi. 13 plus 11. Cavab olacaq 39 çıxılsın. Deməli 24, yəni 15 olacaq. 6-cı sualda cavab 15, E variantı. 7-ci sualda hipotenuzu 13 cm, katetlərindən biri 12 cm olan düz bucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın. Pifagor teoreminə görə deməli, əgər üçbucaq verilibsə, hipotenuz 13 cm-dirsə, katetlərindən biri 12 cm-dirsə, üçüncü tərəfə x deyək, yəni 12-nin kvadratı üstə gəl x-in kvadratı bərabərdir 13-ün kvadratına. X kvadratı bərabərdir 169, çıxılsın 144 olacaq. X kvadratı bərabərdir 25, x bərabərdir 5 olacaq. Yəni, üçüncü tərəfimiz 5 olacaq. 7-də cavab
E variantı. 8-də hipotenuzu 15 santimetr, katetlərindən biri 12 santimetr olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın. Yenə düzbucaqlı üçbucaqdan söhbət gedir. Deməli, düzbucaqlı üçbucaqda hipotenuz 15-dir. Katetlərindən biri 12-dir. Və o biri kateti tapın. Yenə buna x deyək. 12'nin kvadratı 12'nin kvadratı üstəgəl x'in kvadratı bərabərdir 15'in kvadratına. Yəni x kvadratı bərabərdir 225 çıxılsın 144. X kvadratı bərabərdir 81 eləyir. X bərabərdir 9 çıxır 8-ci sualda. Yəni C variantı 8-ci sualda. 9-cu sualda deməli, üçbucaq verilib və xətləri düz kəsişirlər. X-i tapın. Üçbucağın üzərində baxaq suala. Deməli, 40 dərəcə isə qarşı bucağı da olacaq 40 dərəcə. 70 dərəcə isə içəri bucağı da olacaq 70 dərəcə. Üçüncü bucağı tapmaq üçün 180-dən çıxırıq 70 və 40-ın cəmini. Yəni 180-dən çıxırıq 110-u, cavab qalır 70 dərəcə. Yəni bura 70 dərəcədirsə, qarşı bucağı da, yəni x də bərabər olacaq 70 dərəcə. 9-da cavab olacaq B variantı. 10-cu sualda yenə 80 dərəcədirsə burada 80 olacaq, 30 dərəcədirsə qarşı bucağı da 30 dərəcə olacaq və yerdə qalacaq 180 çıxılsın 80 üstəgəl 30 bərabərdir. 180 çıxılsın 80'in üstünə 30 gələndə 110 eləyir. Cavab yenə 70 alınacaq. Və bu da ilə x ilə qarşı bucaq olduğuna görə 70 alınacaq. Yəni x də 70 dərəcə olacaq. 10-cu sualda cavab olacaq D variantı. 11-ci sualda perimetri 38 cm olan bərabər yanlı üçbucağın oturacağına paralel olan orta xətt də 6 cm-ə bərabərdir. Bu üçbucağın yan tərəfinin uzunluğunu tapın. Deməli, bizə üçbucaq verir və deyir ki, perimetri 38 cm-dir və bərabər yanlı üçbucaqdır. Yəni bu tərəf A-dır, bu tərəf də A-dır. Orta xətt verilib, oturacağı paralel orta xətt 6 cm. Biz bilirik ki, orta xətt qarşıdakı tərəfin yarısına bərabər. Yəni oturacaq onda olacaq 12 cm. Perimetrini tapsaq 2A plus 12 bərabər olacaq neçəyə? 38-ə. Deməli 2A bərabərdir 38-dən 12 çıxanda 26, A bərabərdir 13 alınacaq. Tərəfimiz olacaq 13. Yəni 11-də cavab C variantı olacaq. 12-ci sualda deyir ki, oturacağı AB olan bərabər yanlı ABC üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. CAD bucağı 48, şəkil üzərində baxaq 48 dərəcə, BAD bucağı isə 17 dərəcədir. Deməli, dərəcə. Bərabər yanlı üçbucaqdan söhbət gedir. Bizdən soruşur C bucağını tapın. Deməli, 48, 17. Cəmi eləyəcək nə qədər? 48'in üstünə 17 gələndə 65 dərəcə eləyəcək. Deməli, B bucağı da 65 dərəcə. Çünki bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq sonunda bucaq C bərabər olacaq. 180 çıxılsın 65 üstəgəl 65. Yəni oturacağın bucaqları 65 dərəcədir hər biri. 180-dən çıxırıq 130-u bərabərdir 50 dərəcə olacaq. Yəni 12-ci sualda cavab E variantı olacaq. 13-cü sualda bucaqları 4, 5, 9 nisbətində olan üçbucağın kiçik bucağını tapın. Demək, burada 4x, 5x və 9x-in cəmi neçəyə bərabərdir? Üçbucağın kiçik bucağını tapın. Üçünün cəmi üçbucaqdan söhbət gəlsə 180-ə bərabərdir. 18x bərabərdir 180 alınır. X bərabərdir 10 alınır. Kiçik bucağını tapın deyirsə, deməli 4x bərabərdir 4 vurulsun 10 olacaq.
Yəni 40 dərəcə olacaq. 13-cü sualda A variantı. 14-cü sualda bucaqları 2, 7, 9 nisbətində olan 3 bucağın kiçik bucağını tapın. Yəni 2x plus 7x plus 9x bərabərdir nəyə? 180'ə. Buradan da 18x yenə bərabərdir 180'ə. X buradan çıxır 10 dərəcə. Yəni x çıxır 10 mütənasiblik əmsalı. Bizdən kiçik bucağı istəyirsə, yəni 2x'i tapın deyir. 2 vurulsun 10 bərabərdir 20 dərəcə olacaq. 14-cü sualda cavab olacaq B variantı. 15-ci sualda demək A düz xətti AB və AC düz xətləri ilə kəsişir. X bucağını tapın. Biz x bucağını necə tapa bilərik? 48 və 100 dərəcə veribsə, A bucağımız onda olacağı neçə dərəcə? Deməli 148 180-dən çıxırıq. 180-dən çıxırıq 48 və 100-ün cəmini. Yəni 180 çıxılsın 148. Bu da bizə verir 32 dərəcə. Yəni A bucağımız 32 dərəcədir. 32 dərəcədir. B bucağımızı tapmaq üçün, yəni X-i tapmaq üçün onda 180-dən çıxırıq 32 və 50 dərəcələrin cəmi. Yəni 180-dən çıxırıq 82 dərəcəni, qalacaq 98 dərəcə. 15-də olacaq B variantı. 16-cı sualda bizə bucaqlardan birini 32 və 100 dərəcə veribsə, onda ona deyək ki, AF desək, AKF 3 bucağı üzrə baxsaq, deməli 32, 100. A bucağını biz necə tapırıq? 180-dən çıxırıq 100 və 32 dərəcələrin cəmin. Yəni 180-dən çıxırıq 132 dərəcəni, qalacaq 48 dərəcə. Bura oldu 48 dərəcə. Onda bucaq B, yəni X bucağı nəyə bərabərdir? 180-dən çıxırıq. Deməli 48, yəni A bucağı ilə C bucağının cəmi, 40 dərəcənin cəmin. 180-dən çıxırıq, 88 qalır 92 dərəcə. 16-da cavab olacaq B variantı. 17-də düz bucaqlı 3 bucağın iti bucaqlarından biri o birindən 4 dəfə kiçik olarsa, böyük iti bucağı tapın. 17-ci sualda şəkili çəkək. Deməli, düz bucaqlı 3 bucağın iti bucaqlarının biri o birindən, deməli, biri düz bucaqdırsa, onda digər ikisinin də cəmi 90 eləməlidir. Yəni, biri x-dırsa, digəri 4x olur. Və bunların cəmi 90 eləməlidir. 4x üstəgəl x bərabərdir 90. 5x bərabərdir 90. X bərabərdir 18. Bizdən böyüyün istəyir. Yəni 4 vurulsun 18 bərabərdir 72 dərəcə olacaq. Böyük bucağımız. Cavab 17-də D variantı. 18-ci sualda ABC üstündə DAB bucağını tapın. DAB bucağı. Bax, burada 55 dərəcə xarici bucağı veribsə, onun qonşu bucağı olacaq 180 çıxılsın 55. 18-ci sualda 180-dən 55 çıxanda qalır 125 dərəcə. Oldu 125 dərəcə. İndi 2 bucağı verilibsə ADB 3 bucağının. Baxın, ADB 3 bucağında bucaq D 125 dərəcədir. Bucaq B 45 dərəcədir. Bizdən nə istəyir? Bucaq DAB-ni istəyir. Bucaq DAB bərabərdir 180 çıxılsın 125 üstəgəl 45 bərabərdir. 180-dən çıxır 125-in üstünə 45 gələndə 170 eləyir. Və 180 çıx 170 10 dərəcə olacaq. Yəni cavab olacaq D variantı 18-ci sualda. 19-cu sualda 3 bucaq verilib yenə. İçəri bucağı tapırıq. Deməli 65-dirsə əgər
180-dən çıxırıq 65 dərəcəni. İçəri bucağı qalır 115 dərəcə. Bax, bu oldu 115 dərəcə. İndi DAB bucağına bərabər olacaq. Bucaq DAB bərabər olacaq. 180 çıxılsın 115 üstəgəl 45 bərabərdir. 180 çıxılsın, deməli 160, bu da olacaq 20 dərəcə. 19-cu sualda cavab olacaq A variantı. İyirminci suala baxaq. Deməli, 20-ci sualda nə deyir bizə? Deyir ki, bərabər yanlı üçbucağın perimetri 84 cm-dir. Yan tərəfi oturacağından 1.5 dəfə böyükdür. Bərabər yanlı bir üçbucaq çəkək və deyir ki, yan tərəf oturacaqdan 1.5 dəfə böyükdür. Oturacaq x-dırsa yan tərəf olacaq 1.5x, burada 1.5x olacaq. Və üçünün cəmi 184 cm olacaq. Yəni 1.5x üstəgəl 1.5x üstəgəl x bərabərdir 84. Toplayanda 4x bərabərdir 84, x bərabərdir 21 alınır. Üçbucağın oturacağını istəyir. Elə üçbucağın oturacağı 21 olacaq. Yəni cavab olacaq B variantı. 21-ci sualda bərabər yanlı üçbucağın perimetri 35 cm-dir və oturacağın yan tərəfindən 1.5 dəfə böyükdür. Deməli, bərabər yanlı üçbucaqdan yenə söhbət gedir və deyir ki, perimetri 35, oturacağı yan tərəfindən 1.5 dəfə. Yəni, bura x-dir. Bura x-dirsə, bura olacaq 1.5x. Və cəmi nəyə bərabərdir? 35-ə. X plus 1.5x bərabərdir 35-ə. Toplayanda olacaq 3.5x bərabərdir 35-ə. X bərabərdir 10 alınacaq. Deməli, üçbucağın yan tərəfini tapın deyir. Elə cavab olacaq C variantı, yəni 10. X elə yan tərəfi idi. 22-ci suala baxaq. Deyir ki, bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 60 dərəcədir. Bu üçbucağın bucaqlarını tapın. Deməli, bərabər yanlı üçbucaqdan söhbət gedirsə burada, təbii ki, bu təpə bucağı olmalıdır ki, bu 60 dərəcə. Çünki ona qonşu bucaq 120 dərəcə olacaq. Əgər bərabər yan bucaqlar olsa, 2 dənə 120-nin cəmi 240, yəni 180-dən böyük edir. Yəni, bu variant mümkün deyil. 22-də olacaq deməli, təpə bucağı 120, bu bucaqlar da bir-birinə bərabərdir. 180-dən çıxırıq 120-ni, qalır 60. 60-ı da bölürük 2-yə, 30 dərəcə. Hər biri 30 dərəcə olacaq 22-ci sualda. Yəni, 30, 30, 120. 22-də cavab olacaq A variantı. 23-cü sualda bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 80 dərəcədir. Yenə biri 80 dərəcədirsə əgər, biri 80 dərəcədir. Deməli, daxili bucaq olacaq 100 dərəcə. Belə çıxır ki, 180-dən 100-ü çıxanda qalır 80 və 80-i də 2-yə bölürük, olur 40 dərəcə. Yəni, hər yan bucaq 40 dərəcə olacaq. Cavab olacaq 40, 40 və 100. Yəni 23-də E variantı. 24-cü sualda hipotenuzu 15 cm, katetlərindən biri 9 cm olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın. Hipotenuzu 15 cm, katetlərindən biri 9, digəri x olsun. 9-un kvadratı üstəgəl x-in kvadratı bərabərdir 15-in kvadratına. Deməli, x-in kvadratı bərabərdir 225 çıxılsın 81, x kvadratı bərabərdir 144 alınır. X çıxır buradan 12. 24-cü sualda deməli, o biri katet olacaq 12 cm. Yəni, A variantı. 25-ci sualda hipotenuzu 13 cm olan katetlərindən biri 5 cm olan düzbucaqlı üçbucağın o biri katetinin uzunluğunu tapın. Yenə düzbucaqlı üçbucağı verib. Hipotenuz 13-dür. Katetlərindən biri 5-dir, digəri x olsun. Yəni 5-in kvadratı üstəgəl x-in kvadratı bərabərdir 13-ün kvadratına.
X kvadratı bərabərdir 169 çıxılsın 25. X kvadratı buradan alınır 144. X alınır 12. 25-ci sualda cavab olacaq A variantı. 26-cı sualda deməli düzbucaqlı üçbucaq verilib və hipotenuzu kök altda 5, katetlərindən biri 1-dir və düzbucaqlı üçbucaq olduğu göstərilib, digər tərəf isə x-dir. Biz bilirik ki, x kvadratı plus 1-in kvadratı bərabərdir kök altda 5-in kvadratına. Buradan da alınır x kvadratı bərabərdir. Kök altda 5-in kvadratı 5 eləyir. Çıxarıq 1-i. X kvadratı bərabərdir 4 alınır. X bərabərdir 2 alınır. 26-da cavab olacaq E variantı. 27-ci sualda yenə düzbucaqlı üçbucaq verilib və deyir ki, hipotenuz kök altda 17-dir. Katetlərdən biri 1-dir və digər katet x-dir. Yenə x kvadratı üstə gəl 1-in kvadratı bərabərdir kök altda 17-nin kvadratı. Yəni x kvadratı bərabərdir. Kök altda 17-nin kvadratı 17 eləyir. Çıxırıq 1-in kvadratda 1 eləyir. X kvadratı bərabərdir 16, x bərabərdir 4 çıxır. 27-də cavab olacaq E variantı. 28-ci sualda şəkil üzərində baxaq. Deməli B, C, D bucağını tapın deyir. Deməli biz A, B, C bucağını tapmaq üçün bucaq A, B, C bərabər olacaq. 180 çıxılsın 50 üstə gəl 60-a. Bu da olacaq 180 çıxılsın 110, yəni 70 dərəcə. 70 dərəcəli bucağın, bu bucaq oldu 70 dərəcə. 70 dərəcəli bucağın qonşu bucağı da olacaq. Yəni bucaq B, C, D də olacaq. 180 çıxılsın 70, yəni 110 dərəcə. Cavab olacaq 28-də C variantı. 29-cu sualda demək xarici bucağı verib 120 dərəcə, şəkil üzərində baxaq. Daxili bucağımız olacaq 60 dərəcə, qonşu bucaqdır. Bucaq CAB onda 29-cu sualda bucaq CAB bərabərdir 180-dən çıxırıq 70 və 60 dərəcələrin cəmi. 130 eləyəcək, cavab alınacaq 50 dərəcə. 29-da A variantı olacaq. 30-cu sualda düzbucaqlı üçbucağın iti bucaqlarından biri 80 olarsa digər iti bucağı tapın. Düzbucaqlı üçbucaq verilibsə, deməli biri 80 dərəcədirsə, digəri də deməli biri 90 dərəcədirsə hər bucaqların, digər ikisinin də cəmi 90 olmalı. Yəni digər bucaqda olacaq 10 dərəcə. 30-da cavab olacaq D variantı. 31-ci sualda üçbucağın bucaqlarını müqayisə edin. Biz demişdik ki, üçbucaqda deməli böyük bucaq qarşısındakı tərəf böyük tərəfdir. Yəni ən böyük tərəf 8 olduğuna görə ən böyük bucaq alfa bucağı olacaq. Ondan sonra 7 gəlir, yəni beta və ən kiçiyimiz olacaq gamma. Yəni 31-ci sualda deməli alfa, beta, gamma cavab olacaq B variantı. 32-ci sualda yenə böyük bucaq qarşısında böyük tərəf olacaq. Yəni ən böyük bucağımız, tərəfimiz 7 olduğuna görə ən böyük bucağımız olacaq gamma. Ondan kiçik olacaq. Daha doğrusu ən böyük tərəfimiz olacaq beta. Ondan kiçik olacaq gamma, ən kiçiyimiz də olacaq alfa. Deməli, ən böyümüz beta, gamma, alfa. 32-də cavab C variantı olacaq. 33-cü sualda deməli, cüt-cüt kəskinlər B bucağını tapın. Şəkil üzərində baxaq. Deməli, 70 dərəcədirsə, qarşı bucaqda 70 olacaq. 60 dərəcədirsə, qarşı bucaqda 60 olacaq. Onda bucaq B bərabərdir 180 çıxılsın 70 və 60-ın cəmi.
Yəni 130 çıxırıq, cavab qalır 50 dərəcə. 33-də cavab C variantı. 34-cü sualda 120 dərəcə veribsə, qonşu bucağını tapırıq biz, 60 dərəcə olacaq. 110 dərəcə veribsə, deməli bu da 70 dərəcə olacaq. Yenə A bucağını tapırıqsa, bucaq A bərabər olacaq. Demək 180 çıxılsın, 60 üstə gəl 70. 180-dən yenə 130 çıxırıq, qalır 50 dərəcə. Yəni cavab olacaq E variantı 34-cü sualda. 35-ci suala baxaq. Deyir ki, alfa bucağını tapın. 120 dərəcəli bucağın qonşu bucağı olacaq şəkil üzərində 60 dərəcə. Onda alfa bucağı bərabər olacaq 180 çıxılsın. Digər daxili bucaqların cəmidə, yəni 50 plus 60. Bu da olacaq 110 və çıxanda 70 qalacaq. Cavab olacaq 35-də B variantı. 36-cı sualda deməli, yenə 150 dərəcəli bucağın qonşu bucağı 30 dərəcə olacaq. Alfa bucağı bərabərdir 180 çıxılsın 100 plus 30. Yəni cavab olacaq 50 dərəcə. Demək 36-da cavab olacaq E variantı. 37-ci sualda 37-ci sualda nə deyir? Bizə deyir ki, düz bucaqlı üç bucaqdır ABS-miz və AM tənböləndir. Bucaq AMC. Deməli, AMC şəkili ayrıca çəkək. Deməli, buradan tənbölən verilib və deyir ki, AMC A, B, C, bu da M olsun, bu da 90 dərəcə. Bizə deyir ki, AMC 70 dərəcədir. AMC, bura 70 dərəcədir. Daha sonra CAB-ni istəyir. Yəni 70 dərəcədirsə, bura 90, bura 70, bura qalır 20 dərəcə və deməli, tənbölən olduğuna görə digər bucaqda olacaq 20. Onda bucaq A bərabərdir 20 vurulsun 2, cavab olacaq 40 dərəcə 37-ci sualda. Cavab A variantı. 38-ci sualda yenə düz bucaqlı 3 bucaq verilib və deyir ki, A, B və C-dirsə, buradan da bir dənə tənbölən çəkilib, AM tənböləni və bucağı yarıya bölüb 90 dərəcə olduğunu qeyd edirik və CAB bucağımız 50 dərəcədir. Yəni bu 25, bu da 25-də. Çünki tənböləndə axı AM-miz. AMC bucağını istəyir. İndi AMC3 bucağında bir bucaq 90 dərəcədir. Bir bucaq 25 dərəcədirsə, onda digər bucağı tapmaq üçün 90-dan çıxarıq 25-i, cavab olacaq 65 dərəcə. 38-də cavab B variantı olacaq. 39-cu sualda bərabər yanlı 3 bucağın perimetri 70, oturacağı isə 20 metrdir. Yan tərəfin uzunluğunu tapın. Bərabər yanlı 3 bucaqda deməli, oturacağı 20 verib, yan tərəflərdə bərabərdirsə, x. Deməli, perimetr olacaq 2x plus 20 bərabərdir 70-ə. 2x bərabərdir 50-yə, x bərabərdir 25-ə. 39-cu sualda deməli, yan tərəfin uzunluğu 25 olacaq. Yəni, A variantı. 40-cı sualda deyir ki, bərabər yanlı 3 bucağın perimetri 50-dir. Bərabər yanlı 3 bucağın perimetri 50-dir. Oturacağı isə 20. Yox. Yan tərəfi isə 15-dir. 15 yan tərəf, bu da yan tərəf 15. Üçüncü tərəfə x deyək. Cavab onda olacaq 15 plus x bərabərdir 50-yə. X burada olacaq 50 çıxılsın 30, yəni 20 olacaq. 40-cı sualda cavab C variantı. 41-ci sualda deməli, 3 bucağı verilib, AM verilib, CN verilib
və M-in orta xətti. M-in orta xətt isə elə şəkil üzərində baxaq. Deməli, AC 8-dirsə, AC 16-dırsa, M-in olacaq 8. Və orta xətt isə bu da MB 6 olacaq. Onda BN də NC-yə bərabərdir. O da 7 olacaq. Perimetr hansı? BMN. BMN bərabər olacaq. 6 üstəgəl 7 üstəgəl 8. Cavab olacaq 21. Yəni 41-də cavab E variantı olacaq. 42-ci sualda. Deməli, YF orta xəttdir. Yenə YF orta xətdirsə, deməli AC 10-dursa, onda YF 5 olacaq. Və orta xəttdə olduğuna görə AY YB-yə bərabər olacaq. Bu da 4 olacaq. BF FC-yə bərabər olacaq. Bu da 5 olacaq. Onda P üçbucaq YBF bərabərdir 4 plus 5 plus 5. Cavab 14 olacaq. Yəni C variantı 42-ci sualda. 43-cü sualda deməli, Fales teoreminə aid bir sualdır. X plus Y istəyir. Yəni, üçbucağı, daha doğrusu, paralel düz xəttlər bir tərəfdə bərabər parçalar ayrılsa, digər tərəfdə də bərabər parçalar ayrılmalıdır. Yəni, X-imiz olacaq 6, Y-imiz də olacaq 5. Bizdən X plus Y istəyir. 6 plus 5 bərabərdir. Cavab olacaq 11. E variantı 43-cü sualda. 44-cü sualda yenə Fales teoremi burada olacaq. N'imiz olacaq 7, M'imiz olacaq 5. M plus N istəyir bizdən. Olacaq 7 plus 5, cavab olacaq 12. Yəni B variantı 44-cü sualda. 45-ci sualda deməli, 45-ci sualda üçbucağın medianına aid sualdır. Deyir ki, medianlar M nöqtəsində kəsişir. Hansı münasibət doğrudur? 45-ci sualda. BM bölünsün BK. BM bölünsün BK 1 bölü 2'dir. Xeyr, 2 bölü 1 olmalıydı. AM böl MF. AM böl MF 3 bölü 2. Xeyr, 2 böl 1 olmalıydı. Daha sonra AM böl AF. AM böl AF 3 böl 1 olmalıdır. Bu ise daha doğrusu 2 böl 3 olmalıdır. 1 böl 3 yazıp AM bölünsün. Deməli, AM bölünsün AF 2 bölünsün 3. AM AF. Bəli, düz olacaq bu. Cavab olacaq D variantı. 46-cı sualda deyir ki, ABC tutan medianları ortasını kəsir. Hansı münasibət doğru deyil? OB bölünsün FB. OB bölünsün FB. 2 bölünsün 3 olmalıdır. Düzdür. Sonra OB bölünsün OF. OB bölünsün OF. 2 bölünsün 1. Bu da düzdür. Deməli, üçbucağın medianı təpədən başlayaraq 2-1 nisbətində bölür də. Yəni, bura 2x-dırsa, bura x olmalıdır. Daha sonra digər medianlarda həmçinin eyni nisbətlərdə bölünəcək. OF bölünsün FB. OF bölünsün FB. Olacaq 1 bölü 3. Bu da düzdür. CO bölünsün OE. CO bölünsün OE. Olacaq 2 böl 1 olmalıydı. Bu ise 3 bölünsün 1 kimi. Cavab olacaq D variantı. 47-ci sualda deməli, üçbucaq verilib AB bərabərdir BC-yə, AC bərabərdir AD-yə, AC bərabərdir AD-yə. Şəkil üzərində baxaq. Bucaq B-ni verib 50 dərəcə. Bu da 50 dərəcə. Şəkili yenidən çəkək biz. Deməli, üçbucaq verilib. Buradan demək A, B, C, bu da olsun D. Bizə deyir ki, ABC'də AB, BC'yə, AC, AD-yə bərabərdirsə. Yəni, bax, bucaq B 50 dərəcədirsə, bucaq B 50 dərəcədir. Onda bucaq A ilə C-ni tapa bilərik necə? 180-dən çıxarıq 50-ni, bölərik 2-yə.
Cavab olacaq 65. Yəni bura 65 dərəcədir. Bizə deyir axı AC də AD-yə bərabərdir. Onda burada 65 dərəcədir. Bizdən hansı bucağı istəyir? BAD bucağını. 65 dərəcədirsə bura olacaq onda deməli 115 dərəcə. 115 dərəcə. Onda bu bucaq alfa bucağı. Alfa bərabər olacaq 180 çıxılsın 50 plus 115. Yəni 180 çıxılsın 165 cavab olacaq 15 dərəcə. 47-də cavab olacaq B variantı. 48-ci sualda yenə 3 bucaq verilib bizə və A, B, bu da C. Olsun D. AB BC-yə bərabərdir. AC CD-yə bərabərdir. AC CD. Yəni bu buna bərabərdir. Bucaq B bərabərdir 36. Bura 36 dərəcədirsə, yenə 180-dən 36 çıxıb bölürük 2-yə. Yəni 144 cavab olacaq 72. Bu bucaq olacaq 72. Digər bucaq da həmçinin 72. İndi bizdən hansı bucağı istəyir? BAD. Bizdən alfa bucağını istəyir. Bu iki bucağı biz necə tapa bilərik? Deməli, onu tapmaq üçün 180-dən çıxarıq 72-ni, bölərik 2-yə. Qalacaq neçə? 108 qalır. 108-i 2-yə böləndə 54 edir. 54. Deməli, burada 54-dür, burada 54-dür. Qonşu bucaq olacaq 180 çıxılsın 54, 126. Yəni bu bucaq olacaq 126 dərəcə. İndi alfa da bərabərdir 180 çıxılsın 126 üstə gəl 36. 180 çıxılsın 162 olacaq. Cavab olacaq 18 dərəcə. 48-də cavab olacaq E variantı. 49-cu sualda tərəfləri 7 cm, 15 cm olan bərabər yanlı 3 bucağın perimetrini tapın. Tərəflər 7 cm, 15 cm. Biz bərabər yanlıdır. Necə müəyyən edə bilərik? Ola bilər ki, 7, 7, 15 olsun. Birinci variant budur. Amma biz bilirik ki, 3 bucağın 2 tərəfinin cəmi 3-cü tərəfindən kiçik olmalı, böyük olmalıdır. Amma burada 7, 7, 14 edir. 15-dən kiçikdir. Onda biz necə müəyyən eləməliyik? 15, 15, 7. Bu halda istənilən iki tərəfin cəmi 3-cü tərəfdən böyük olacaq. Perimetrini tap deyir. P bərabərdir 2 vur 15 üstə gəl 7. Cavab olacaq 37. Yəni D variantı 49-cu sual. 50-ci sualda tərəfləri 10 cm və 22 cm olan bərabər yanlı 3 perimetrini tapın. Yenə baxaq. Deməli, tərəfləri 10, 10. Biz bunları 10, 10 və 22 qeyd edə bilməliyik. Çünki yenə də iki tərəfinin cəmi 3-cü tərəfdən kiçik olacaq. Necə qeyd edə bilərik? 22, 22 və 10. Perimetr olacaq 2 vur 22 üstə gəl 10. Bərabərdir 54 olacaq. Yəni 50-ci suala cavab A variantı olacaq. 51-ci suala baxaq. Deyir ki, 3 bucaq verilib və bu 3 bucağın deməli, nə istəyir bizdən? 8, bura 30 dərəcədir. Biz bilirik ki, x-i tapmaq üçün, daha doğrusu, x buradır. Biz bilirik ki, düz bucaqlı 3 bucaqda 30 dərəcə bucaq qarşısındakı katet, yəni bura, bərabər nəyə? Hipotenuzun yarısına, yəni 4-ə bərabərdir. 60 dərəcəli bucaq qarşısındakı katet. Çünki 3 bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Biri 30, biri 90, 3-cü bucağımız 60 olacaq. 60 dərəcəli bucaq qarşısındakı katet isə 30 dərəcənin qarşısındakının kökü cimisinə bərabərdir. Olacaq 4 kök altda 3. Yəni 51-ci sualda cavab olacaq A variantı. 52-ci sualda ABC bucağında AC tərəfinin uzunluğu. AC tərəfi, daha doğrusu M-in orta xətti. Çünki
yan tərəfləri bərabər şəkildə bölüb 7, 7 və 5, 5 deyə bölüb. Onda M-in 4-dürsə AC olacaq. AC bərabərdir. 4 vurulsun 2, yəni olacaq 8 cm. 52-də cavab olacaq D variantı. 53-cü sualda, deməli 53-cü sualda da yenə orta xəttdir M-in, çünki yan tərəfləri yarıya bölüb. M-in orta xətti olduğuna görə AC olacaq 6 cm. Yəni AC bərabərdir M-in orta xətt vurulsun 2-yə. 3 vurulsun 2-yə cavab olacaq 6 cm. Daha sonra ABC 54-cü sualda. ABC bərabər yanlı 3 bucaq. AB bərabərdir BC və AD bərabərdir DC. AD bərabərdir DC 6 cm. Bu 6 cm, bu da 6 cm. ABC 3 bucağı nə qədərdir? 32 cm. Bizdən BD-ni istəyir. Deməli, bu bərabər yanlı 3 bucaqdırsa, BD qarşı tərəfi yarıya bölübsə, bu həm də hündürlük deməkdir. Onda belə çıxır ki, yan tərəflərə A desək, 2A üstəgəl 12 bərabər olacaq neçəyə? 32-yə. 2A bərabərdir 20, A bərabərdir 10 çıxır. A bərabərdir 10 çıxırsa, bax, bura olsun 10. Deməli, BD bərabər olacaq, BD bərabərdir. Kökalt da, biz bunu belə yazmayaq ki, tam anlaşılır olsun. Deməli, biz necə yazaq bunu? AD-nin kvadratı üstəgəl BD-nin kvadratı bərabərdir AB-nin kvadratına. İndi yerinə yazaq qiymətləri. AD-nin kvadratı, yəni 6-nın kvadratı bərabərdir. B bərabərdir yox, üstəgəl BD-nin kvadratı bərabərdir AB-nin də kvadratı. AB də neçədir? 10. 10-un kvadratına. BD kvadratı bərabərdir 100 çıxılsın 36. Bu da eləyəcək 64. Buradan da BD bərabərdir 64-dən kök çıxır 8. Yəni BD-miz nəyə bərabərdir? 8-ə bərabərdir. 54-də cavab olacaq E variantı. 55-də deməli, X aşağıdakı qiymətlərin hansını ala bilməz? Deməli, bucağın iki tərəfini kəsən düz xətt verilib. X bucağı. Bucağı olduğu kimi çəkək. Bucağı olduğu kimi çəkək demək. Gəlib buradan keçib. Aha. Bax, bura 65 dərəcədirsə, daxildə yerləşən bucağı neçə dərəcə olacaq? 115. Bu da X olsun, məsələn. X yox, X verilib. Alfa olsun. Bu da X olsun. Biz bilirik ki, 3 bucağın bir xarici bucağı, məsələn, X xarici bucağı, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabər. Yəni, alfa plus 115 dərəcəyə bərabərdir. İndi X nə olmalıdır? X bucağı 115 dərəcədən böyük bucaq olmalıdır. Çünki alfa bucağı mənfi ola bilməz. Cavab D variantı olacaq. Çünki dediyim kimi bucağın dərəcə ölçüsü mənfi ola bilməz. Ona görə də deməli 115-dən böyük olmalıdır X bucağı. Cavab D variantı. 56-cı sualda demək, 3 bucaq verilib və onun xarici bucaqları verilib. Amma əgər Y-i xarici bucağı götürsək və Z-i xarici bucağı götürsək, burada da X-in qonşu bucağı xarici bucağı olacaq. Yəni, X 71 dərəcədirsə, bunun qonşu bucağı olacaq 109 dərəcə. 109 dərəcə. Onda belə çıxır ki, Y plus Z plus 109 bərabərdir 360 olacaq. Y plus Z bərabərdir 360-dan 109 çıxanda qalacaq 251 dərəcə. Yəni cavab A variantı. 57-ci sualda
Tərəfləri 18 kök 3 olan bərabər tərəfli üçbucağın tənbölənini tapın. Ümumiyyətlə, hər hansı bir üçbucaq çəkək. Burada hazır düsturdan da istifadə edə bilərik, amma tərəfi 18 kök altda 3-dürsə, tərəfi 18 kök altda 3-dürsə. Bunun hündürlüyünü çəksək, hündürlük, tənbölən, median, üçü də onsuz da eyni düz xətt olacaq. Bu da olacaq 9 kök altda 3 və 60 dərəcəli bucaq qarşısındakı katet, daha doğrusu 30 dərəcəli bucaq qarşısındakı katet, çünki bu hündürlüyü də sayılır həm də. 30 dərəcəli bucaq qarşısındakı katet 9 kök 3-dürsə, 60 dərəcəli qarşısındakı 18 kök 3 olacaq. Daha doğrusu 30 dərəcəli bucaq qarşısındakı 9 kök 3-dürsə, 60 dərəcəli bucaq qarşısındakı bunun da kök 3 mislinə bərabər olacaq. Yəni 9 kök 3 vurulsun kök 3. Bu da 9 vur 3 bərabərdir 27 deməkdir. Yəni 57-ci sualda cavab olacaq A variantı. 58-ci sualda tərəfi bərabər tərəfi tutan medianını tapın. Yenə eyni sual. Deməli, üçbucaq verilib. Tərəfi 24 kök altda 3-dür. Bunun hündürlüyün və ya medianın və ya tənböləni çəksə əgər, deməli, olacaq 12 kökdə 3 bura olacaq və bura 30 dərəcə, bura olsun 60 dərəcə. 30 dərəcə bucaq qarşısındakı 12 kök 3-dürsə, 60 dərəcə bucaq qarşısındakı onun kök 3 misli olacaq. 12 kök 3 vurulsun kök 3. Cavab olacaq 36 dərəcə. Daha doğrusu dərəcə yox, santimetr və ya metr ölçü vahidi olaraq. 58-ci sualda deməli cavab olacaq D variantı. 59-cu sualda deməli A-nı tapın deyir. Biz də bilirik ki 7 kök altda 3-ün kvadratı üstəgəl A-nın kvadratı bərabərdir 2A-nın kvadratına. Yəni deməli 2A-nın kvadratı eləyir 4A kvadratı çıxılsın A kvadratı bərabərdir. Deməli 49 vurulsun 3. 49 vur 3. 3A kvadratı bərabərdir. 3 9-un 27, 3 4-ün 12, 14. Demək, A kvadratı onda olacaq neçə? Deməli, 4, 9, yəni 49. Buradan A çıxır 7. Bizə də elə A lazım idi. 59-cu sualda cavab olacaq C variantı. 60-cı sualda yenə də 3 bucaq verilib. A kvadratı plus 5 kök 3-ün kvadratı bərabərdir 2A-nın kvadratına. Buradan olacaq 4A kvadratı çıxılsın A kvadratı bərabərdir 5 kök 3-ün də kvadratı eləyəcək 25 vur 3, yəni 75. 3A kvadratı bərabərdir 75. Buradan A kvadratı bərabərdir 25 alınır. A da bərabərdir 5 alınır. 60-cı sualda A'mız olacaq 5, yəni C variantı. 61-ci sualda 2 tərəfi 5 cm və 7 cm olan üçbucağın perimetrinin ala biləcəyi ən böyük qiymət. Biz dedik ki, üçüncü tərəfi, üçbucağın üçüncü tərəfi. Bax, bir tərəf 5, bir tərəf 7, bir tərəf x-dırsa, x tərəfi deməli 7 çıx 5-dən böyük, 7 plus 5-dən kiçik olmalıdır. Yəni x tərəfi 2-dən böyük, 12-dən kiçik olacaq. 12-dən kiçik ən böyük neçə ola bilər? 11. Yəni x bərabərdir ən böyük 11 ola bilər. P bərabərdir 5 plus 7 plus 11. Cavab olacaq 23. Yəni 61-ci sualda A variantı olacaq. 62-ci sualda 2 tərəfi 6-9 olan üçbucağın perimetrinin ala biləcəyi ən kiçik qiymət. Yenə biz deyirik ki, deməli 6 və 9-dursa tərəflər, bu da x-dırsa, onda üçüncü tərəf x tərəfi. Deməli 9 çıx 6-dan böyük, 9 plus 6-dan kiçik qiymətlər ala bilər. Yəni x tərəfi
3-dən böyük, 15-dən kiçik qiymətlər alacaq. İndi ən kiçik qiymət x neçə ala bilər? 4 qiyməti, yəni ən kiçik tam qiymət 4 qiymət ala bilər. Perimetr onda olacaq neçə? Perimetr olacaq deməli 6 plus 9 plus 4. Yəni 19 olacaq. 62-də cavab B variantı olacaq.